Değerli şagirdlər, zəhmət olmasa abunə olub videomu bəyənməyi unutmayın. Verilən parabolada deyir, simmetriya oxu OX oxunu hansı nöqtədə kəsir? OX-dan söhbət gedirsə, bunu ilk öncə yazaq. Y sıfırdır. Bu məlum məsələ. İndi simmetriya oxundan söhbət gedir. Simmetriya oxu nə idi? Ümumiyyətlə, kvadratik funksiya necə yazırdıq? AX kvadrat plus BX plus C. Bu şəkildə verilən kvadratik funksiyadır. Simmetriya oxu ümumiyyətlə nə deməkdir onu deyim. Yəni, parabolanın təpə nöqtəsinin apsisindən keçən oxdur. Yəni, apsisindən keçən şaquli bir düz xəttdir. O zaman x-ımız nə olmalıdır? Mənfi b bölünsün 2a. Təpə nöqtəsinin koordinatlarını tapırdıq. x0, y0 var idi. Bax, bu həmin bu. x0 olan simmetriya oxunun tənliyidir. Simmetriya oxunu bu cür tapırıq. Və məlum olduğu üçün a neçədir? a2-dir. b neçədir? Mənfi 12. Və salam. Yerinə yazsam, o zaman nə olacaq? x0 bərabərdir. Mənfi. B-nin özü də zaten mənfi 12-dir. Aşağıda nə olacaq məxrəcdə? 2 vur a. Yəni, müsbət 12 bölü 4 olacaq 3. Aha, y sıfırdır. Nəyə görə? OX oxunu dediyi üçün. O zaman bizim alacağımız cavab nə olacaq? Hansı nöqtədə kəsəcək? 3, 0 nöqtəsində kəsəcək. Vəssalam. Cavabımız olacaq 3, 0.